Hər vaxtınız xeyir müəllimlər. Mən Kaspiyan Tədris Mərkəzinin Saray filialının müəllimi Yusifova Sahiləm. Riyaziyyat müəllimiyəm və bugün istəyirik ki, MİQ və sertifikasiya müəllimləri üçün, eləcə də abituriyentlər üçün bir mövzunun izahına baxaq. Qısa izaha. Olsun adi onluq kəsirlərdən borçan məsələləri. Çalışdıq elə mövzu seçək ki, orada biraz problemlər olur. Deməli, bunu necə qarışdırmamaq üçün necə öyrənək müəllimlər? Deyirik ki, tutalım ki, bir boru hovuzu 6 saata doldurur. Ümumi 6 saata doldurursa, ümumi 6 saata doldurursa, hovuzu 1 saata 6'da birini dolduracaq. İkinci saata da, yəni ikinci 1 saata da 6'da birini dolduracaq. Deməli 2 saata 6'da ikisini, 3 saata 6'da üçünü, 4 saata, 5 saata 6'da 6'sını ümumi dolduracaq. Tutalım indi ikinci boru hovuzu 5 saata doldurur təklikdə. Yəni bu da 1 saata 5'də birini dolduracaq. 2 saata 5'də ikisini, 3 saata 5'də üçünü. İndi isə elə təsəvvür edək ki, həmin boruların hər ikisi eyni zamanda açıqdır. Biri 6 saata təklikdə, biri də 5 saata doldurulan borular eyni zamanda açılıb. Onda bizə deyir ki, 1 saata hovuzun nə qədəri dolar? Neyinirik? Bunun 1 saatını tapırıq və eyni ilə digərinin 1 saatını tapırıq. Əgər hər ikisi eyni işi görürsə, yəni hər ikisi doldurursa və yaxud da hər ikisi boşaldırsa, onda 1 saatlarını tapmaq üçün cəmləyəcəyik. Eləyəcək 30'da 11. Bu 1 saata, həmişə bu sözü çalışın yazın, dolandı. Desək ki, 1 saata hovuzun nə qədər boş qalar? Ümumi hovuz 30'da 30'dur. Həmişə məxrəc eyni olan. 30'da 11'i çıxırıq və 30'da 19. Bu 1 saata dolmayan hissədir. Və yaxud da deyər ki, yenə biri 1 saata, biri 6 saata doldurur, biri 5 saata doldurur. 3 saatdan sonra hovuzun nə qədəri dolmamış qalar? Hər ikisinin 1 saatını tapdıq mı, müəllimlər? 1 saatını tapandan sonra həmin cavabı vurardıq 3'ə. Onda 11, düzdür, kəsir kimi düzgün olmayan kəsirdir. Amma hər hansı 1 saatını tapandan sonra 3'ə vuracaq, olacaq 3 saata dolan. Eyni ilə topluda da eyni misallardan var. Məsələn, topludakı misallara baxaq, həm də sonra cavablarda problem yaranmasın. Eyni ilə fəhlə ilə də deyə bilər bu işi. Bir fəhlə bir işi 8 saata, digər 6 saata yerinə yetirir. Həmişə 1 saatı tapırıq. 8 saatla 6 saatın 1 saatlarını tapırıq. 8'də 1 ilə 6'da 1'i ortaq məxrəc yəqin ki 24 olardı. Buna 3, buna da 4. Deməli 24'də 7. Bunların ikisi bir yerdə işləsə, 2 nəfər bir yerdə 1 saata 24'də 7'sini görərlər. Deyir ki, onlar birlikdə 3 saat işləsələr. 3 saat deyirsə, alınan cavab 3'ə vuracaq. Belə fikirləşin də, 1 kilo alma 5 manatsa 3 kilo alma neçədir? Bax, həmin qayda ilə gedir. Deməli, 8'də 7, 3 saatdan sonra bunların gördüyü işdir. Yəni, 3 saata bunların ikisi bir yerdə 8'də 7'sini görər. Bəs işin nə qədər görülməmiş qalar? Ümumi iş 8'də 8'dir. Deməli, işin 8'də 1 hissəsi, yəni D variantı görülməmiş qalar. Aşağıdakı da eyni nədir? Keçək başqa məsələlərə. Başqa vərəqlərdə də toplu da burada olmalıdır. Məsələn, biraz daha çətin forması. Hə, müəllimlər, bir də deyər ki, məsələn, bir boru 6 saata doldurur, digəri 6 saata boşaldır. Əgər məsələdə biri doldursa, digəri boşaltsa, onda çıxacaq. Məsələn, biri 6 saata doldurur, yəni 1 saata 6'da biri. Digəri isə 7 saata boşaltsın. Olur 7'də biri. Onda ortaq məxrəc 42. Bu 1 saata dolandı. Biri doldurub, biri boşaltsa çıxacaq. Desək ki, 1 saata nə qədər boş qalar? 42'dən çıxacaq 42'də 1'i. Eləyəcək 42'də 41'i. Bu da 1 saata boş qalandı. Baxın, indi burada deyir. Məsələn, 39-cu məsələyə baxırıq. Deyir ki, birinci boru ilə hovuzu 4 saata, ikinci boru ilə 6 saata doldurulur. Üçüncü boru isə 12 saata boşaldılır. Yenə eyni qayda. 4 saata, yəni 4'də 1'i 1 saata. O birisi isə 6'da 1'i. Digəri isə boşaldılır. 50'nin ortaq məxrəc 12. 12'ni 4'ə 3, 2 və 1.
5, 5-dən də birini 4. 12-də 4, yəni dolayısıyla 3-də biri 1 saata dolandı. Bu isə bizə deyir ki, hər üç boru eyni vaxtda açılsa, boş hovuzun yarısı neçə saata dolar? Bir baxaq görək hovuzun özü neçə saata dolardı? Hovuzun özünü tapmaq üçün 3-də birini, baxın müəllimlər, 3-də birini 1 saata doldurubsa bu boru. Obşu hovuz 3-də 3-dür. 3-də 3-ünü görək neçə saata doldurub. 3-də 1 x bərabərdir 3-də 3. Bu dolayısıyla 1 deməkdir. X də tapanda 3 eləyəcək də. Deməli, obşu hovuz 3 saata dolur. Bu isə bizə deyir ki, yarısı neçə saata dolar? Yəni 2-yə böləcəyik. 1/5 saata da bunun yarısı dolar. Və yaxud da x bölgü ilə də yazsaq, burada eyni cavab almış olardıq. Başqa bir formasına baxaq. Məsələn, bu forması var. Deməli, deyir ki, birinci nasos hovuzu 4 saata doldurur. İkinci nasos isə 6 saata boşaldır. Əgər bunların, baxın sonraki cümlədə deyir, birinci nasos 3 saat, ikinci nasos 1 saat işləsə. Əgər desəydik ki, hər ikisi bir yerdə işləyib 4 saata nə qədəri dolar, onda ikisinin də 4-də 1-ləri ilə 6-da 1-ni tapıb vurardıq. Məsəl üçün 3 saat bir yerdə işləsələr 3-ə. Amma burada belə demir. Burada biraz diqqətli olun. Hərəsi ayrı-ayrı saat işləyirsə, onda hər ikisinin 1 saatını tapırıq. Birinci nasos 1 saata 4-də 1-i. İkinci nasos 1 saata 6-da 1-i. Özdə birinci nasos doldurur. İkinci nasos isə boşaldır. Birinci nasos təklikdə 3 saat işləyir. Deməli, 3 saata 4-də 3-ü. 3 saat işləyir, 4-də 3-ünü doldurur. İkinci nasos isə 1 saat işləsə, yəni 6-da 1-i 1-ə, 6-da 1-i. Bu isə boşaldır, 1 saat işləyib. Hovuzun hansı hissəsi dolmamış qalar və biri doldurub, biri boşaldırdı. Nə dedik ki, onda çıxırdıq. 4-də 3-dən çıxacaq 6-da 1-i, birinin 3 saatı ilə birinin 1 saatını tapdıq və ortaq məxrəc 12, 12-ni 4-ə, 3 və 2, 9-dan da 2-sini 7. Bu, biri 3 saat, biri 1 saat işləyəndən sonra hovuzun dolan hissəsidir. Məndən isə istəyir ki, hovuzun nə qədəri dolmamış qalar. 12-də 12-dən də çıxacaq. 12-də 7-ni, 12-də 5 hissəsi, yəni B variantı. Müəllimlər, bu məsələlərin demək olar ən çətin versiyası budur. İstəyirsiniz bir də qısa özəti gedək. Deməli, əgər desəydi ki, hər iki boru biri doldurub, biri boşaltsa fərq yoxdur. Amma eyni saat qədər işləsələr, yerdə qalan saat istəsəydi, ikisinin də 1 saatını tapıb, tutalım ikisi bir yerdə 3 saat işləsəydi, ikisinin də 1 saatını tapıb, biri doldurub, biri boşaltdığına görə çıxacaqdıq və 3-ə vuracaqdıq. Bu isə bizə elə demir. Ayrı-ayrı saat işlədir bunları. Birinci boru 3 saat işlədir. Biz də 1 saatını tapırıq, vururuq 3-ə. Elədir 4-də 3. İkinci boru 1 saat işlədir. 1 saatı 6-da 1-dir, elə 1-ə vuranda da 6-da 1. Biri doldurub, biri boşaltdığına görə çıxacaq. 4-də 3-dən çıxdıq 6-da 1-ni, elədi 12-də 7. Bu, birini 3 saata, birinin də 1 saata işləyəndən sonra dolan hissədir. Bizdən isə dolmamış istəyir. Həmişə məxrəc ümuminin bütövüdür. 12-də 12-dən də çıxırıq, 12-də 7-ni, 12-də 5. Ümid edirəm ki, aydın izah olundu. Hansı hissəni başa düşməsəz və yaxud da hansı mövzularda çətinlik çəksəz, xahiş edirik, rəy bölməsinə yazın, birlikdə baxın. Sağ olun, görüşmək ümidilə.